Olmaz mı ki? Həm keyfiyyət olsun, həm də qablaşdırma gözəl olsun. Qısa fikir bildirin, bayaq dediniz əlavəniz var. Əlavəm onunla bağlıdır ki, məsələn, mən nəyə görə dedim, zavod məhsulları tam da deyə bilmərik ki, onlarda risk yoxdur. Çünki araşdırmalar göstərir ki, elə yaxın zamanlarda, elə 2000-ci illərdə də məhz Çində, Almaniyada, Fransada uşaq qidalarından müəyyən zəhərlənmələr olub. Yəni, bu faktlar təqzib edilməzdir və bu faktlar əsasında da müəyyən standartlarda dəyişikliklər olur, daha sərtləşdirilir və qida müəssisələri, belə deyək, bu izlənəbilirlik prinsipi ilə, HAS sisteminin tələblərinə uyğun olaraq tələblərə uyğun qururlar. Amma burada bir şeyi nəzərə almalıyıq. Keyfiyyət və təhlükəsizlik. Bunlar fərqli-fərqli anlayışlar. İkisi bir yerdə çətin məsələ. Yəni, heç cür bunları ikisi bir yerdə yerdə gətirə deyil əslində. Bunun üçün lazımdır müəyyən qida təhlükəsizliklə bağlı qurumlar, Səhiyyə Nazirliyi. Demək ki, mümkündür. Müəyyən qurumlar araşdırmalar aparmalıdır. Xanım dediyi kimi, məsələn, biz deyir, süddən müəyyən, məsələn, analiz olunur, normal qanda tapılmalı olan maddələr tapılmır, mikro-makro elementlər yoxdur, çatışmazlıq var. Bu da gətirir, çıxarır uşaqlarda boyun aşağı qalmasına. IGF hormonu, ən çox süd içiləndə, üzr istəyirəm, boy hormonu var, IGF hormonu, insulinə bənzər boy hormonu. Ölkəmizdə kişilərdə razısınız da, alçaq boyluq hardasa var da, IGF hormonu çatışmamazlığı var, süd məhsullarına qarşı imtina var açığı. Amma yesinlər, yeməsi faydalıdır, bir həkim dietoloq olaraq deyirəm. Sadəcə bu zənciri biraz düzəltsək, inamsızlıq, keyfiyyət və təhlükəsizlik bu xarakteri bir arada olsa insanlar inanar və alıb yesə nə gözəl olar. Bir də əlavə eləmək istəyirdim. Buyurun. Keyfiyyət və təhlükəsizlik dediyimiz kimi ayrı anlayışdır. Keyfiyyət dediyimizdə tərkibində olmalı olan mikro-makro elementlər, vitaminlərdir. Təhlükəsizlik isə onun sağlamlıq üçün təhlükəsiz olması, yəni xəstəlik törətməməsi amilləridir. Amma kənd məhsullarında biz bunu keyfiyyət və təhlükəsizliyi cəmləşdirmək üçün bir yerə gərək müəyyən bununla əlaqəli qurumlar bir, belə deyək də, müştərək iş ortaya qoysunlar. Nəzarət mexanizmi. Nəzarət mexanizmi də güclənsin. Həm də maarifləndirmə də gücləndirmə. Yəni, yetəri qədər deyil demək ki. Çünki bir qədər öncə özünüz də bildirdiniz ki, onlardan test nümunələri götürülür. Əgər bir problem çıxarsa, bütün o partiya satışdan çıxarıla bilir, geri çağırıla bilir. Amma demək ki, nəzarət yetərincə deyil və siz bunu bildirirsiniz. Yox, yəni böyük istehsalçı müəssisələrdə nəzarət normal... Orada mümkündür, amma fərdi şəkildə. Amma burada bir vicdan amili də var, mən sizə qeyd edeyim. Yəni, Qida Təhlükəsizliyi Agentliyinin adı çəkildi bayaq, məsələn, və yaxud başqa bir qurum ola bilər. Düşünək ki, məsələn, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun var. O qanuna əsasən həmin qurum yoxlamalar həyata keçirir. Deyək ki, bir süd müəssisəsində il ərzində neçə yoxlama həyata keçirilə bilər? 2 dəfə yoxlama keçirilə bilər. Qalan məsələlər artıq vicdan və təhlükəsizlik məsələsidir. Hər bir istehsalçı düşünməlidir ki, biz özümüzə, övladımıza yedizdirməyəcəyimiz məhsulu niyə başqasına var? O zaman biz bu yerdə Fərman müəllimə üst tutaq, soruşaq ki, Fərman müəllim, qanunlar var, qaydalar var, dünyaca qəbul olunmuş, təsdiq